Getdim alimin yanına, dedim ki, bəs mənim qardaşım filan kəsdi məşhur quldurdu da, məsələn, şəhərdə kimdən xoş gəlmədi, bıçağı çıxardıb, vurub, öldürən adamlardan biridir. Onun qardaşıyam mən filan kəsin. Gətirim onu moizə edir, mən elə adama nə moizə eləyim, nə danışım ona, əsəbləşər mənə də. İndi o demədi, bunu mən əlavə elədim. Mən ona söz təsir eləməz dedi ona. Onun sözlə düzələn məsələ deyil. Deyir, çox israr elədim ki, yazıldı filan. Dedi ki, belədirsə gəl bir şey eləyək, yoxlayaq. Götür onu apar Kərbəlaya görək nə olur. Ged apar gör bir şey dəyişsə, onu nəsə bir halı dəyişsə, halı. Bir balaca kövrələ bilsə gətir sonra. Şimdi onda nəsə var hələ. Ölməyib insanlıq. Deyim, mən də buna dedim ki, gedək Kərbəlaya. Dedi, nə Kərbəla? Mənim Kərbəlada nə işim? Dedim ki, gəl gedək. Mən tək getməyim. Bir yola gətirdim ki, yolda mənim yanımda ol. Birdən başıma bir iş gələr. Bu ilə həvəsləndirdim. Öz dilini tapdım da bunun. Getdik, çatdıq. Deyir, öz işindədir. Gəldi, yerləşdi, getdi hərəmə. Dedim ki, gedək də buracan gəlmişsən, gedək alan ziyarət eləyək. Dedi, gedək, gəldi. Görürəm elə heç belə öz ikisində, gözüm bundadır, görüm, nedir? Oxuyur öz üçün, zümzüm eləyinəsə gedirik. Çatdıq, deyir, qapısına İzni Duxul oxumağa başladım mən. İzni Duxul var. Ziyarətlərə gedəndə nəyə də oxumasınız, o İzni Duxulu oxuyun. Hətta alimlər deyir ki, o icazədir də, daxil olma icazəsidir. Deyirlər, o İzni Duxulda halın dəyişsə yaxşıdır ki, icazə verdilər. Qapıdan girəsən. Deyir, gəldim, dayandım, İmam Hüseynin hərəminin qapısındayam hələ. Dedim, ədxulu ya Mevlay, onlar daxil olun, icazə istədim. Ədxulu ya Mevlay, onlar daxil olun, deyir, mənim biraz ürəyim sındı. Baxdım buna, gördüm ki, bu da kövrəldi. Görüm kövrəldi, ədxulu ya Mevlay kövrəldi. Gördüm, yavaş-yavaş gözündən yaş axır. Yanımla gedir. Deyir, gəlib İmam Hüseynin zərihinə çatanda, məzarına çatanda gördüm, bu diz üstə düşdü da, diyana bilmədi. Diz üstə düşdü, deyir, yapışdı zərihdən, bunun fəryadı ucaldı. Deyir, mən də məqamdan istifadə elədim. Dedim, ağaya söz ver ki, bıçağı əl atmayacaqsın. Deyir, elə bu məqamda bunu da söz verdi. Ondan sonra gəldi də alim yanına getməyə ehtiyac olmadı. İmam Hüseyin sevgi öz işini gördü. Sevgi bunu dəyişdi. Da heç moizəyə ehtiyac olmadı. Dəyişdi də bilirsiniz, sonralar hansı məqamlara getdi. Bir söz deyirdi ona, heç kəsdən söz götürməyən adam, deyirdi, neynim ki, ağama söz vermişəm. Sevginin gücündən danışıram. Adamı düzəltmək üçün, özünü tərbiyə üçün sevgi qədər təsirli vasitə axtarmayın, tapa bilməyəcəksiniz.